Çox vacib bir nöqtədir. Masturbasiya asılılığı yoxdur, porno asılılığı var. Yəni ki, porno olmayana qədər bu porno məsələsi son deyək ki, 50 ilin məsələsidir də. İnsanlar o zamana qədər xəyal quraraq masturbasiya edirlər. Bu daha çox vaxt aparan bir şeydir və daha fantaziyaları işə salan bir şeydir. Belə bir asıllıq görsənmirdi. Masturbasiya asıllığı deyə bir şey görsənmirdi. Amma porno uyarıcılığı çox olan, yəni oyandırma şeyi çox olan görsəl material olduğu üçün, çox fərqli fantaziyaları oyatdığı üçün bir müddətdən sonra porno çox izləyən insanlar normal cinsi əlaqədən o qədər həzz almırlar. Ona görə kişilər də evləndikdən sonra da normal düzənli cinsi həyata başladıktan sonra da pornodan qopa bilməmə halı olur. Yəni ki, cinsel həyatı olmasına baxmayaraq oradan yetərli həzz almadığı üçün porno izləməyə davam edir. Burada artıq porno asıllığından danışırıq.